ay qız, neynirsən biyadırmanı 40 manatlıq miselər suyunu? Ondan sonra götür ev alayını. Bugün açılım videosu çəkəcəm. Amma bu fərqli bir açılım videosu olacaq. Çünki sifariş edib göstərəcəyim məhsulların hamısını ChatGPT-nin məsləhəti ilə almışam. Çox danışmaq istəmirəm, istəyirəm keçəyim məhsullara. Bu mənim ən sevdiyim məhsuldur. Bunu mən artıq ikinci dəfədir ki sifariş edirəm. Məndə bitmişdi. Məhsul artıq yeni qablaşdırılmasındadır. Çünki ilk dəfə alanda belə deyildi. Bu gördüyünüz qara nöqtə olan hissələrə çəkirsiniz bunu. Hətta bir ara TikTokda çox viral idi bu. Çəkirsiniz üzünüzə. Daha sonra kağızını yapışdırırsınız. 30 dəqiqə saxlayırsınız. 30 dəqiqədən sonra üzünüzdə bütün qara nöqtələr təmizlənir. Burada olan hədiyyələri də sizə göstərmək istəyirəm. Belə bir qaş sabitləyici qoyublar. Niacinamid qoyublar içərisinə. Əlavə yenə də qara nöqtələr üçün maska. Dırnaq üçün nakleyka. Bizə maska tətbiq etmək üçün fırça. İkinci məhsula bu L'Oreal'dan sifariş etdim. Sevib də bəyəndim L'Oreal'ın konsilleri. Mən 326 nömrəsini sifariş etmişəm. Mənə ChatGPT çox kömək etdi. Yəni bildiyiniz üzümün tonunu uyğunlaşdıraraq götürdüm bunu. İnşallah ki üzüm olar. Çünki bundan əvvəl götürdüyüm hədsiz çox ağ idi. Təriflənən yeni bir məhsuldur. Bilənə görə 30 saat ərzində mat saxlayır. 98 nömrəsidir. Bu gördüyünüz L'Oreal'ın fiksatorudur. Bildiyiniz 36 saat saxlayır. Böyük ölçüsünü almışam. Bu üzü tətbiq etmək üçün Notun primerini almışam. Bunu da Trendyoldan sifariş etdim. Heç istifadə etməmişəm. Amma ChatGPT dedi ki, bu yaxşı məhsuldur, bunu istifadə edin. Mənə təcili şəkildə miselər su lazım idi. Rəfiqəm sağ olsun bunu məsləhət gördü. Mən ilk öncə biyadırmanı götürmüşdüm. Dedi, ay qız, neynirsən biyadırmanı 40 manatlıq miselər suyunu? Ondan sonra götür ev alayını, özü 750 millidir. Dedim, yaxşı. Düzünüzsəm artıq istifadə etmişəm və deyə bilərəm ki, çox yaxşı məhsuldur. Çünki üzdə qəti şəkildə allergiya vermir, görürsünüz. Qəti şəkildə allergiya vermir və makyajı çox yaxşı təmizləyir.